Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tebibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve ala âlihil mâsumînel mukarramîn, la siyyumel hücceti ruhi ve ervâhul âlemîn, litirabi maqdemihil fidâh. Amma ba'd, qâlallâhul hakîm, fi kitâbihil kerîm, eûzu billahi mineşşeytanirracîm. Ya eyyühellezîne âmenû ittaqullâhe ve kûnû ma'as-sâdıqîn, sadakallâhul aliyyul azîm. Usikum ve nefsi bi tekvallah, sizi ve özümü ilahi tekvaya riayet etmeye davet edirəm. Allah müteal bizləri gizlin və aşkar Allah'tan qorxub, təqvalı olan kəslərdən qərar versin inşallah. Məhərrəm ayının başlaması münasibəti ilə də bütün Əhl-i Beyt sevərləri, İmam Hüseyin sevərlərə baş sağlığı diləyirik. Öz adımızdan, möminlər adından İmam-ı Zaman ağaya baş sağlığı diləyirik. Allah bu müsibətdə, bu əza günlərində qəlbimizin, hüznün, kədərin, ağamız, Mevlamız İmam-ı Zamanın hüzünlü qəlbinə şərik eləsin inşallah. Allah bizi İmam Hüseynin hədəfindən, məqsədindən, məramından agah olub, başa düşüb, dərk qılanlardan qərar versin inşallah. İmam Hüseyin əleyhissalamın aşurası, İmam Hüseyin əleyhissalamın Kərbəlası, hər il milyonlarla insanın könül xoşluğu ilə, könüllü surətdə öz istəkləri ilə belə bir əza məclisləri keçirilməsi ilə tarixin yaddaşında hər il qalmaqdadır və hər il təkrar olmaqla insanlar bu məktəbə olan, İmam Hüseyinə olan sevgisin, İmam Hüseynin müsəlmanları olan bu yaxşılığının əvəzin əzadarlıq vasitəsilə sanki İmam Hüseynə təşəkkür etmiş sayılır. Çünki İmam Hüseyin əleyhissalamın Kərbəla hadisəsi sadəcə keçmişdə baş vermiş bir tarixi qanlı hadisə kimi yox, bütün gələcək nəsillərə içərisində ibrətlər, dərslər dolu həqiqətləri hər əsrdə çatdırır. Bizim boynumuza düşən vəzifələrdən ən ümdəsi də budur ki, biz Kərbəla hadisəsini araşdıraq, təhlil eləyək, Kərbəlanın mahiyyətini dərk eləyək və günümüzə, zamanımıza uyğun şəkildə Aşuradan öyrəndiyimiz dərsləri həyatımıza da tətbiq eləyək. Vaxtımız olacaq, 10 gecə söhbətlər olacaq, məhərrəm məclislər olacaq, hər bir yerdə keçirilir inşallah bizim də məsciddə. Dünəndən etibarən başlayıb, axşam namazlarından sonra məclisimiz, əzadarlıq məclisimiz bərpadır inşallah. Möminlər, vaxtı olanlar buyurub o məclisdə də iştirak edə bilərlər. Kərbəlanın təhlili neçə mövzuları əhatə eləyir, neçə mövzudan Kərbəlaya giriş eləmək olar. Növbəti həftədə də bir cüməmiz Məhərrəm ayının 10 günlüyünə düşəcək, o vaxtda da danışarıq inşallah, Allah ömür versə. Kərbəlada təhlil olunan və diqqət çəkən, təəccüb yaradan məqamlardan biri də insaniyyət baxımından, ağıllı insan kənardan mülahizə eləyəndə görür ki, Kərbəlada 2 dənə dəstə var. 2 dəstə var, haqq və batil dəstəsi. Bir adda deyə bilərik, cinayətkar dəstə.
Bir dəstə çox rahatçılıqla cinayət eləyir, baş kəsir, qan tökür, 6 aylıq körpəni qətlə yetirir, ona ox atır. Digər bir tərəfdə olanlar rahatçılıqla baş verir, can verir, 6 aylıq körpəsini qurban verir. Bax, bu iki dəstə arasında böyük bir fərq var. Kərbəla bu fərqi göstərməyə çalışır. İmam Hüseyin bu fərqi insanlar görsün deyə Kərbəla var. Şəxs olaraq Hüseynin şəhadətindən burada məqsəd insanlıq halının təcəssümüdür. Sanki Kərbəla bir sərgidir, dünya üzrə beynəlxalq bir sərgidir. Yaxşılıqlar və pisliklər nümayiş etdirilir. İnsan baxsın, ən çirkin pislik, ən pis çirkin rəzillik nədirsə, Kərbəlada onu görə bilir. Ömər Səd və onun havadarlarının vasitəsilə. Ən pik yaxşılıq, fədakarlıq nədirsə, onu da görə bilir. Kərbəla ona görə aktualdır, ona görə unudulmur. Əgər sıradan bir faciə olsaydı, çoxdan tarix onu silmişdi. Unutturmuşdu, belə deyək. Silmişdi, yox, unutturmuşdu. Nə çox faciələr var ki, bugün heç tarixi kitablarda qeyd olunmayıb. Bəzisi də elə səhifələrdə qalıb. Onu oxuyanda görürsən ki, filan hadisə, filanıncı ildə, filan məmləkətdə baş verir. Amma Kərbəlada bu tarixlikdən çıxıb həqiqət obrazı alır bu səhnələr. Bax, rahatçılıqla fəsad eləyir, rahatçılıqla zülm eləyir, qətlə yetirir, baş kəsir. Yəni, vicdansız bir cəmiyyətin vicdanlı bir dəstə ilə üz-üzə dayanmasıdır Kərbəla. Buradan bir dənə sual çıxır ortaya. Necə ola bilir insan eyni halda ki, cömərd ola bilir, yaxşı ola bilir, səxavətli ola bilir, fədakar ola bilir, qurban elə bilir özünü, fəda edə bilir özünü, eyni halda da bir dəstə insan vəhşilik eləyir, çox rahatçılıqla eləyir. Bu rahatçılığı bunlar necə əldə eləyib? Bax, Kərbəladan öyrənilən dərslərdən biri də budur. İmam Hüseyin əleyhissalam onlarla danışırdı, nə cür dillə danışırdı onlarla. İmam Hüseyin hər dəfə ayəyə xitab eləmirdi, hədis demirdi. Bəzən onların vicdanının səsi ilə, vicdanını oyatmaq üçün bəzi sözlər deyirdi. Bax, o sözlərdən biri budur. İn ləm yəkun ləkum dinun fəkunu əhraran fi dünyakum. Dedi, əgər dininiz olmasa da, laf tutaq ki, siz heç nə inanmırsınız. Heç Allahı da qəbul eləmirsiniz. Bəs vicdanınız hardadır ki, mən əliyalın ailəmlə, uşağımla, 6 aylıq körpəmlə qarşınızda durmuşam və siz məni öldürməyə durmuşsunuz. Məni öldürməyə cəhd edirsiniz. Həzrət buyurdu ki, dininiz yoxdur, kişiliyiniz də yoxdur, qeyrətiniz də yoxdur, mərdliyiniz də yoxdur. Bu bir cümləsi İmam Hüseynin qızıl hərflərlə yazılar, qızıl da dəyərsizdir o sözün yanında. Yəni yazılsın, dünya baxsın, görsün ki, belə bir şəxs, belə bir söz deyir. İnsanların vicdanını oyatmaq üçün belə bir söz deyir. Çünki o bir misal var, deyir ki, yatanı oyatmaq asandır. Bir adam yatıb, budilnik quracaq, oyanacaq, birinə tapşıracaq, məni bir dənə balaca. Adam var, tık səsinə oyanır. Adam var, öyle biraz biçinə çiynindən vurursan ki, filan kes, dura. Amma o adam ki, özünü yatmışlığa vurub, onu oyatmaq çətindir. Bir adam ki, görür ki, gəldin və səni oyadacaqsan. Səni oyatmaq istəyir. 100 dəfə də çağırsa səni, sən oyanmaq istəməsən, heç vaxt oyanmayacaqsan. Məsələ budur. İmam Hüseynin qarşısında dayananlar cahil, nadan insanlar dördü. İmam Hüseyni çox yaxşı tanıyan adamlar idi. Bizdən də yaxşı tanıyırdılar. Biz yazılardan oxuyub bunları tanımışıqsa, bunlar əyani şəkildə görmüşdülər. Ona görə Peyğəmbər İmam Hüseyin əleyhissalam buyururdu ki, sizin içinizdə hələ də sağdılar, hələ də yaşayırlar o insanlar ki, məni Peyğəmbərin qucağında görüb.
məni Peyğəmbərin öpüb nəvaziş eləməsini görüb. İçinizdə hələ də o insanlar sağdır ki, mənim giydiyim bugün başımdakı əmmamə, çiynimdəki əbanın Peyğəmbərin olduğunu bilir, görür. Yəni, siz məni hamısının boyunlarına qoyurdu ki, siz özünüzü aldatmayın, məni də aldatmayın. Siz bilirsiniz ki, mən kiməm. Siz bilə-bilə ki, mən Peyğəmbərin evladıyam. Heç imamınız deyirəm. Heç imam deyirəm. Heç imamət məsələsi də yoxdur. Heç məni Kufə cəmaatda dəvət eləməyib. Heç xilafəti də istəmirəm. 25 il qəsb olunmuşdur, elə yenə də qəsb olunsun. Məgər İmam Hüseyin xilafətə görə durmuşdu ayağa, yox. Yəni, Həzrət bildirmək istəyirdi ki, heç olmasa Peyğəmbərdən həya eləyin bu işdən çəkinin. Nə vacib idi İmam Hüseyin əleyhissalamın qətlə yetirilməsi? Nə boyda fəsad yarada biləcəkdi İmam Hüseyin ki, bunlar bunu qətlə yetirməyə, yəni zərərsizləşdirməyə qalxdılar. Heç bir formada düşünən bir insan ki, bunlar İmam Hüseyin əleyhissalam bunlar üçün necə təhlükə ola bilərdi. Yəni, İmam Hüseyini qətlə yetirməyə də bilərdilər. İmam Hüseyinə desəydilər ki, səni xəlifə istəmirik. İmam Hüseyin deyəcəkdi, istəmirsiniz. Atam Əliyə necə xəyanət eləmişsiniz, mənə də elədiniz, Allahla görüşüb Allaha cavab verəcəksiniz. Məsələ bundan da bitə bilərdi. Amma bunlar tam əksin elədilər. Alimlərdən biri deyir, əgər Peyğəmbər sağlığında vəsiyyət eləsəydi ki, məndən sonra Hüseyni bu formada qətlə yetirin, deyir, bundan artıqını eləyə bilməzdilər. Ki, elədilər. Peyğəmbər dili ilə desəydi Hüseynin başına bu hadisələri getirin. Biz o hadisələri bəzisini danışa bilmirik. Adam dili gəlmir o sözləri desin. Məqsəd Hüseyin idisə, İmam Hüseynin şəhadəti qətli idisə, İmam Hüseyin qətlə yetirilib və orada digərləri əsir götürülməli idi. Ya sərbəst buraxılmalı idi. Əgər qətli İmam Hüseynin bitmişsə, Hüseynin niyə cənazəsi üstündə at çapdırırsan? Bu neyin kinidir? Bu neyin içərisində olan bunların hiddəsidir ki, özün bir roza verdi? Bir kəs ki, şəhid olub. Səhəri gün sən bunun cənazəsi üstə at çapdırırsan. Bir kəs ki, şəhid olub və səninlə davası bitib, bunun başını kəsib nizəyə vurursan. Bunun əhli əyalın, hansı ki, bunların ailəsinə, Peyğəmbərə, əhl-i beytə salam deyir, ümmət olaraq ədəb göstərir, təzim eləyir bunların qapısını görəndə, salam verir bunları görəndə, sən bunların ailəsinin, qızların, gəlinlərin, uşaqların əlin qolun bağlayıb, üryan dəvələrlə sürüyə-sürüyə aparırsan, yıxılanı vurursan. Bax, bunlar namərdlik nişanələri idi ki, İmam Hüseyin əleyhissalam istəyirdi bildirə ki, bax, buradan yazırlar alimlər, deyir İmam Hüseynin əhl-i beytini ora getirməsindən məqsəd Bəni Üməyyənin tam iç yüzünün ifşa olunmasıydı. İmam Hüseyin istəyirdi, görsün ki, bax, bunlar belə bir rəzil insanlardır ki, nə uşağa rəhm eləyirlər, nə böyüyə rəhm eləyirlər, nə Peyğəmbəri qəbul eləyirlər. Yəni, son dərəcə İmam Hüseyin əleyhissalam əlindən gələni etdi, həm özü fəda oldu, qurban oldu, məqsədinə çatdı İmam Hüseyin. Yeganə dünyada müharibədir bəlkə deyək ki, bu sözü hamı iqrar eləyir ki, şəhadəti ilə qələbə çaldı. Kərbəla hadisəsi yeganə hadisədir ki, İmam Hüseynin qalibiyyəti var burada. Şəhadətdir, amma içində bir başucalıq şəhadəti var, rəzillik yoxdur. Bəzi məğlubiyyətlər var, rəzillik var içində, deyir ki, uduzdu, məğlub oldu. Hətta sonra onun adını da çəkmir. Amma İmam Hüseyndə məğlubiyyət yoxdur. Kərbəlanın təfsir eləyənlərin cümlələrində buna da rast gələrsiniz. Deyir, qanın qılınca qalib gəldiyi gündə Aşura. Normalda qılınc qalib gələr. Ardakı qılınc var, qanı kəsib, damarı kəsib, o qılınc sahibi qələbə çalır. Amma Kərbəlada belə olmadı, qanı tökülən qalib gəldi. Niyə? Çünki o qan boğdu bunları. O qan Bəni Üməyyənin bütün pisliklərini ifşa elədi. Və bu sözü ilə İmam Hüseyin onları insanlara çatdırdı ki, bunların dini yoxdur, heç kişiliyi də yoxdur, mərdligi də yoxdur.
Bunların heysiyyəti yoxdur. İmam Hüseyin əleyhissalam başa saldı dünyaya, insan şərəfli yaşamalıdır, izzətlə yaşamalıdır. İnni la ərəl mevtə illa bis-səadə və bu cümləsi ilə də bu sözü dedi və möhrün vurdu. Dedi, mən ölümü indiki vəziyyətdə səadət bilirəm. Vəl həyatu məəz-zaliminə bərəma. Bunlar kimi olub, bunlar kimi yaşamağı isə zillət bilirəm. Heyhat minnəz-zillə. Zillət bizdən necə də uzaqdır. Zillət biz əhl-i beytdən, bu ailədən, bu xanədandan çox uzaqdır. Görərsən, insan bəzən bir məqsədinə çatmaq istəyir, bir işə girmək istəyir, bir müəssisəyə keçmək istəyir. Nə bilim də, hədəfində var və istəyir ora keçsin, məqsədinə çatsın. Amma baxır, görür ki, bu işə girmək üçün gerək bəzən şərəfi də satasan. Vicdanını qoyasan ayağının altına, namərd olasan. Vicdanlı adam o işə girmir. Başa düşür ki, dünya malıdır, 5 il, 10 il, 15 il, 20 il, 30 il, 40 il yi. Sonra, bunlar sənin bir gün burnundan gələcək, fitil-fitil gələcək. Baxacaqsan, daha onda nə peşmançılığın sənə faydası olacaq. Əgər şərəfin, insanın pulu, malı, dövləti buna görədir ki, insan abrını qoruya bilsin də. Əgər bir adam pula görə abrın satırsa, o bədbəxt adamdır. Onun heç nəyi yoxdur. Milyonu da olsa heç nəyi yoxdur. Allah pul qazanaq, işləyək, ruzi qazanaq, zəhmət çəkək, əlimiz qabar olsun. Buna görə deyib ki, izzətin olsun, şərəfin olsun, heç kimlə asılı olmayasan, heç kimin qabağında başı əyməyəsən. Yavan çörək yiyəsən, amma izzətli yaşayasan, şərəfli yaşayasan, gözəl yaşayasan, mərd kimi yaşayasan. Görürsən, bəzi insanlar baxır, görür, şərəf getməlidir, ləyaqət getməlidir, izzət getməlidir və başucalığı getməlidir. Bunların hamısından gerək keçəsən ki, o məqsədə çatasan. Ağıllı insan keçmir. Başa düşür, 5-10 günlük də keçmir. Amma keçənlər də var da. Təəssüf ki, var. Bəni Üməyyənin bu xislətini İmam Hüseyin təqdim elədi, göstərdi. İmam Hüseyin mərdliyin göstərdi, Bəni Üməyyə namərdliyin göstərdi. İslam tarixi Peyğəmbər və Əhl-i Beytinin mərdliyi ilə doludur, sizə deyim. Tək Kərbəlada yox. Mən Kərbəladan bir neçə nümunə deyəcəyəm. İmam Hüseyin Kərbəlada mərdlik nümunələrini göstərir. Hürrün qoşunu ilə Sərab mənzilində görüşür. Yol boyu karvan gedir, bir müddət sonra axşama yaxın məsələn dayanır. Onların mənzillərin, o dayanacaq yerlərin adı var. O dayandığı yer Sərab məntəqəsi idi, deyir. Hürrün qoşunu da çatdı. Hürrün qoşunu çatmazdan əvvəl İmam Hüseyin bir iş gördü. Qoşunu təəccübə saldı. Dedi, suyun yanına çatmışıq. Su tədarükün bol eləyin. Bunlar dedi ki, ağa elə biraz özümüz içsək, 5-10 dənə də qab doldursaq, məşq, bəsimizdir. Həzrət dedi, yox, nə qədər boş qablar var, doldurun. Su tədarükün, çox eləyin. Bu dəmdə Hürrün qoşunu gəldi. Susuz, yorğun. İmam dedi, gedin bunlara su verin. Dedi, ağa, bu döyüş taktikasında var da, biz suya birinci çatmışıq, su da bizim yanımızdadır. Biz bu 1000 nəfəri sıxışdırsaq, susuz, taqətsiz vuruşa bilməyəcəklər, biz bunları məğlub edəcəyik. Həzrət dedi, yox. Özlərinə də su verin, heyvanlarına da su verin. Hətta deyir, o qədər su çox idi ki, Həzrət dedi, atlarının sinəsini də isladın, nəmələyin ki, atlar dayanmadan yol sürüblər. Bax, bu mərdlikdir. Ona görə Kərbəla var. Kərbəlada bir yerdə görsənməyib ki, imam heyf çıxsın. Kinlə bir hərəkət eləsin, ədavətlə bir hərəkət eləsin.
Əli ibn Təan adında biri deyir, Hürrün qoşunundaydım, axıra qalmışdım. O itən, düşən əşyaları yığıb toparlayır, bir nəfər axırda gəlir karvanın axırında. Deyir, mən çatdım, gördüm, hamı su içib, atları da suvarıblar, dəvələri də suvarıblar. Deyir, gördüm, xeymə var, bir xeymənin qabağında bir nəfər əyləşib. Məni deyir, görəcək, durdu ayağa. Dedi, yaxın gəl, su tədarükü verim sənə. Deyir, mən o qədər halsızdım, deyir, məşqi, deyir, yan elədi əlimə ki, mən su içim, deyir. Əlim, deyir, tutmadı. Taqətsizdim, deyir. Öz əlin, deyir, yaxınlaşdırdı, deyir, mənim ağzıma su tökdü və mən içdim. Ondan sonra, deyir, mən əlimi, üzümü yudum, minimi suvardım. Deyir, mən bilmədim bu kimdir. Hür İmam Hüseyinlə neçə yerdə söhbət eləyib. Deyir, Hür söhbət edib qaydanda, dedi ki, Hür, bu kim idi, sən ondan danışırdın. Dedi ki, Əbu Abdullah Hüseyindir. Deyir, mən onda bildim ki, mənə bayaq su verən, mənim atımı suvaran, mənə xidmət eləyən, mənə hörmət bəsləyən şəxs Hüseyin olur. Bax, mərdlik nişanəsi budur. Siffeyində də Əli əleyhissalam bunu eləmişdi. Muaviyə göndərdi bir nəfəri, dedi, get, dedi, suyu bayaq bizdəydi, indi onlar aldılar suyun qarşısını. Onlar bizə su verməz. Muaviyə güldü, dedi, sən Əlini tanımırsan. Əli belə namərdlik eləməz. Getdilər, dedi, çəkilirik kənara, su üçün qayıdın geriyə, biz yenə burada dayanacağıq. Bax, budur, İslamın dəvət elədiyi yol. Əgər mübarizə də aparırsansa, dindir ki, kişi kimi mübarizə apar. Peyğəmbər döyüşdən öncə tapşırıq verirdi. Dedi, heç kəs hilə ilə içəri girməsin. Və bir də sözü deyim, sözümü tamamlayayım. Kərbəla hadisəsi əgər namərdliklə başlasaydı, baş verməyəcəkdi. Mərdliklə başladı deyə İmam Hüseyin şəhid oldu. İbn Ziyad Haninin evinə gəlir. Müslim də oradaydı. İbn Ziyad qadın paltarında gəlib Kufəyə. Dəvənin qarnında gəlib Kufəyə. Qaçaq yolla gəlib Kufəyə. Söz sahibi də Hanidir. Deyir, gəldi ki, Hani ilə görüşəm, Müslüm keçdi o bir otağa, Müslüm gizlənmişdi. Fürsət var idi, Müslüm çıxsın, İbn Ziyad orada qətlə yetirsin, cəhənnəmə vasil eləsin. Əlini apardı qılıncına, deyir, düşündü ki, bu işi görüm. Birdən yadına düşdü ki, Əli əleyhissalam deyir ki, İslamda xəyanət bəyənilmir, haramdır. Biz əhl-i beytə namərdcə vuruşmaq haramdır. Orada dedi, yandı. Ondan sonra dedilər də ona, dedilər, niyə eləmədin, əgər o gəlmişdi, hazır, buradaydı, bunu qətlə yetirsəydin, İbn Ziyad ölsəydi, plan pozulmuşdu, dedi, yox, bizim məktəbdə bu yoxdur. Bax, şəhid də olur, mərdanı şəhid olur, mərdliyi tərənnüm eləyir, sözlərində də insanlara mərdliyi dəvət eləyir və Aşura günü İmam Hüseynin əshabı şəhid olanda, tək qalanda dediyi söz buydu. Dedi, inni qəd səimtul həyatə bə'də qətli haulail fitiyyə. Dedim, mən bu cür mərd insanların ölümündən sonra həyata küskünəm. Mənim üçün həyat gözümdə sönüb. Bax, özü deyir Həzrət, haulail fitiyyə. Yəni, fütuvvətli, cömərd, mərd, kişi kimi, sözü bir, əqidəsi bir, hərəkəti bir, xəyanət eləməyən insanların yoxluğundan sonra Həzrət deyir, həyat mən üçün sönüb. Həyatın heç bir dəyəri yoxdur. Mən bezarlıq eləyirəm belə bir həyatdan. Ki, elə bir həyatda yaşayayım ki, o həyatda mərd insanlar yaşamasın. Mərdləri itirdiyinə görə İmam Hüseyin təəssüflənir. Bax, Kərbəlanın çatdırdığı həqiqətlərdən biri də bu idi. Allah'ın verirən Peyğəmbər əhl-i beytini, Allah dünya və axirət bizi onların elmindən, məarifindən ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr, innəl-insənə ləfī xusr, illəl-ləzīnə āmenū və amilu's-sālihāt və təvāsav bil-haqqi və təvāsav bis-səbr. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. As-salatu was-salamu ala Rasulillahil amin. Seyyidina və Mevlana və təbibi qulubina və şəfi'i zunubina. Əbil Qasimil Mustafa Muhammed
sallallahu aleyhi və alihi və səlləm və alə Aliyyin əmiril müminin əleyhissalam və alə Fatimətə Zəhra seyyidəti nisa'il aləmin salamullah aleyha və alə Həsən və Hüseyin və alə Ali ibn Hüseyin və Muhammed ibn Aliyyin və Cəfər ibn Muhammed və Musa ibn Cəfərin və Ali ibn Musa və Muhammed ibn Aliyyin və Ali ibn Muhammed və Həsən ibn Ali və Hüccətil Muntazaril Məhdi Allahümme əğfir lil-müminine vəl-müminat vəl-muslimine vəl-muslimat əl-əhyai minhum vəl-ənbat Usikum və nəfsi bi təqvallah sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. İmam Hüseyin şəhadəti qəlbləri yandırdı. İmam Hüseyin şəhadəti Əhl-i Beytin ürəyin dağladı. Çox çətin keçdi Əhl-i Beytə. Biz İmam Hüseynin fədakarlığından danışırıq. İmam Hüseyinlə bircə olanlar da bu fədakarlıqda İmam Hüseynin yanında oldular axıra qədər. Heç kim dönük çıxmadı, heç kəs peşman olmadı. Amma bu hadisənin özü bütövlükdə ürək yandıran bir hadisədir. Təsəllisi böyük insanlara xas olan bir hadisədir. Xanım Fatimə Zəhranı ağladan, narahat eləyən hadisədir. Peyğəmbəri ağladan hadisədir. Kərbəlaya bir də bu tərəfdən bax. Biz danışırıq, çox rahatçılıqla da bəzən dinləyirik. Bunlar olmalı idi sanki, amma yox, çox çətin idi. İmam Hüseynin şəhid olmağı çox çətin idi. Bir nəfər İmam Sadiq əleyhissalamdan soruşdu ki, niyə digər imamlara hər il 10 gün əza keçirtmirsiniz? Niyə məsələn Aton İmam Baqirə, onun atası İmam Səccada, İmam Həsənə, İmam Əliyə, hətta Peyğəmbərin özünə belə niyə 10 gün əza keçirtmirsiniz? İmam Rıza əleyhissalamda da var bu hədis. Deyir ki, Hüseynin şəhadəti deyir, gözümüzün yaşını sel elədi. Qəlblərimizi hüznə boğdu. Ona görə heç vaxt barışa bilmirik. Heç vaxt qəbullana bilmirik. Düzdür, Hüseyin elə bir iş gördü, elə bir nizamlı şəkildə iş gördü ki, dünyaya dərs verdi, dini diriltdi, dinə həyat verdi. Amma nəticədə Hüseyin yoxdur. Hüseyin şəhid oldu. Deyir, Hüseynin dəyəri o qədər böyükdür ki, Peyğəmbər bir gün əyləşmişdi. İmam Hüseyin 4, 5, 6 yaşına qədər, 6 yaşı olardı Peyğəmbər vəfat edəndə, rəhlət edəndə. Übey ibn Kəb deyir, Peyğəmbərin yanındaydı deyir, əyləşmişdi. İmam Hüseyin içəri girdi, 3-4 yaşı var. İçəri girəndə deyir, Peyğəmbər buyurdu, mərhəbən, salam verdi İmam Hüseyinə, mərhəbən bikə ya Əba Əbdillah, ya Zeynəs səmavati vəl-ərz. Ey yerin göyün zinəti, salam olsun sənə. Deyir, Übey deyir, təəccüb elədi. Dedi, ya Rəsulallah, yerin göyün zinəti səndən başqa kimsə ola bilər. Əşrəfi kulli kainat sənsən, yaradılışın səbəbi sənsən, aləmlərə rəhmət səndə, Peyğəmbərin fəziləti, üstünlüyü o öz yerindədir. Deyir, Həzrət buyurdu ki, vəlləzi bəəsəni bil-həqqi nəbiyyən, and olsun məni Peyğəmbərliyə seçən Allaha. İnnəl Hüseynə ibn Əli fis-səmai əkbəru minhu fil-ərz. Dedi, and olsun məni Peyğəmbərliyə seçən Allaha. Hüseynin məqamı yer əhlindən, göy əhlinin yanında yerdəkilərdən daha əzəmətlidir, daha ucadır. Ona görə deyirəm, Zeynəs səma, ey səmavatın zinəti. Dedi, siz Hüseyni tanımırsınız ki. Yer əhli Hüseyni tanımır ki. Və ənəhu ləməktubun ən yəmini ərşillah. Sonra bir dənə işartı dedi oradan, bir dənə nüansa toxundu ki, mən niyə Hüseynə deyirəm, yerin göyün zinəti, özüm ola.
Deyir, bir dənə bunu deyim sənə. Mən Meyrac gecəsi Allahın ərşinə baxanda, başımı qaldırdım Allahın ərşinə baxanda, Allahın ərşinin sağ küncündə, tağında belə bir yazını gördüm. İnnəl Hüseynə misbahul huda və səfinətun nəcad və imamu izzin və fəxrin. Mən deyir, orada deyir, gördüm, yazılıb, həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Mən buna necə təzim eləməyim, necə hörmət eləməyim? Hüseyn gələndə mən necə ona təzim eləməyim, ona salam verməyim? Peyğəmbər bildirirdi, istəyirdi, bildirsin ümmətə ki, Hüseynin şəhadəti ilə barışmıram. Amma Peyğəmbər istəyirdi bunu bildirsin ki, Hüseynin şəhadətində susanlar məni narazı salacaq. Hüseynun minni və ənə min Hüseyni də buna görə deyirdi. Hüseyn məndəndir, mən də Hüseyndənəm. Yəni, mən sizlə barışmayacam. Əgər Hüseyni kim tək qoyacaq, qiyamətdə mənlə rastlaşacaq. Elə bil məni tək qoyub. Hüseyni kim qətlə yetirəcək, elə bil məni qətlə yetirir. Peyğəmbər bu sözündə qətiyyətli idi, bildirirdi. Və son anları idi Həzrət Rəsulullahın, bu da zikri müsibətim olsun və sözümü tamamlayım. Bilirsiniz, can verən insanın sinəsinin üstündə heç nə olmaz, qoymazlar. Çünki çox çətin olur o can verməsi, o an çox çətindir. Peyğəmbər özündən gedir, halı dəyişir. Kəlmə şəhadətini deyir, zikr eləyir, Allaha tərəf qovuşacağını dili ilə iqrar eləyir. Bax, belə bir haldır Peyğəmbərin evində. Deyir, İmam Həsənlə İmam Hüseyn deyir, qapı açıldı, girdilər içəri. İkisi də deyir, özün atdı Peyğəmbərin sinəsinə. İkisi də atdı Peyğəmbərin sinəsinə, ağlayırlar. Deyir, xanımlardan istədi, gəlsin, götürsün uşaqları, deyir, Peyğəmbər işarə elədi ki, yox. Həsən və Hüseyn mənə indiki anımda belə köməkdir. Onlar mənə ağırlıq yaratmır, narahatçılıq yaratmır. Götürməyin. Deyir, Peyğəmbər o halda belə, yəni İmam Hüseynin şəhadətindən danışırdı. Deyir, dilinin altında bunu deyirdi. Dedi ki, Hüseyn, necə əlləri gələcək, səni qətlə yetirəcəklər. Bu ümmət nə qədər qəddar olacaq, nə qədər daş ürəkli ola biləcək ki, sənin mənə olan nisbətini, mənim sənə olan məhəbbətimi bildikləri halda səni qətlə yetirəcəklər. Özü də adi şəraitdə qətlə yetirməyəcəklər. Səni çox çətinliklə qətlə yetirəcəklər. Səni qətlə yetirəndən sonra da pisliklərindən əl çəkməyəcəklər. Bax, bu Kərbəla hadisəsinin bizə görsənən tərəfləridir. Alimlərdən biri bir söz demişdi. Deyir, İmam Zaman zühur eləyəndə Kərbəladan elə xütbə eləyəcək, Kərbəladan elə rozalar deyəcək ki, deyir, onu eşitməyə deyir, o məclisdə adam olmaz. İmam Zaman bilir Kərbəlada nələr baş verib. Biz ravilərin nəqlini danışırıqsa, İmam Səccad gözü ilə Kərbəlanə baxsın, 35 il ağlayıb. 35 il su görəndə ağlayır, süfrə görəndə ağlayır, yetim görəndə ağlayır. Bir qəssab bir heyvanın başını kəsməyə hazırlaşır, gör başları nə qəddarlıqla kəsirlər. Gör o vəhşilikləri hansı insana yaraşmayan tərzdə eləyirlər ki, 35 il İmam Səccad ağlayır və Cəddi Hüseyni yad edir. Allah'ın verən Peyğəmbər əhl-i beytinə, Allah dünya və axirət bizi onların elmindən, məarifindən, bu dünya ziyarətindən, axirətdə şəfaətlərindən ayrı salmasın. Allah'ın verən Muhammed Ali Muhammed hörmətinə, dərgahına uzanan əlləri sinələrimizə naimid qaytarmasın. Bu məhərrəm, bu əza günlərin ömrümüzə, həyatımıza sonuncu məhərrəm ay qərar verməsin. Allah'ın verən böyüklüyü xatirinə, əzəməti xatirinə, xəstələrimizə, yadımızda olan kəslərə şifaya acil mərhəmət eləsin. Allah'ın verən böyüklüyü xatirinə, Kərbəla şəhidlərinin əzəmətinə, vətən uğrunda verilən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin. Qəriblikdə, qürbətdə olanlarımızı, əsgərlikdə, əsirlikdə olanlarımızı sağ-salamat ailələrinə qovuştursun. İzzət, başucalıq Allahın qapısındadır. Allah ölən günə qədər izzətimizi əlimizdən almasın. Allah bizə rəhm eləməyənləri bizlərə müsəllət eləməsin. Tamam müminlərə, müsəlmanlara halaldan bir minnət ruzu ehsan eləsin. Aqibətimizi, axirətimizi, həyatımızı xətmi bi xeyr eləsin.
Allah'a verirəm böyüklüyü xatirinə, əzəməti xatirinə, halı həyatda yaşayan valideynlərimizin, ata-analarımızın ömrünə bərəkət inayət eləsin. Dünyasını dəyişən valideynlərimizi qəriq rəhmət vasili cənnət eləsin. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə İmam-ı Zaman ağamızın nazənin, hüzünlü qəlbin bizlərdən razı eləsin. Ağamızın dualarını halımıza şamil eləsin. Həzrətin gəlişində günü-gündən, saat və saat təcil qərar versin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fətih. Ərəytən nəsə yədxuluna fi dinillahi əffəcə. Fəsəbbih bihamdi rabbikə və estəğfirhu. İnnəhu kənə təvvəbə. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu.